4-cü kurs neft qazı bitirib orada iş tapa bilərəm azı operator kimi. Belə dostlar, sual budur. Yəni mən qısacası mən də Middle East'də ümumilikdə yəni neft sektorunda iş tapa bilərəmmi? Belə deyim dostlar, mənim tövsiyəm. Siz Azərbaycanda kimin potensialı hara çatır? Yəni aramızda insanlar var ki, potensialı bizim yerli milli şirkətlərimizdə işləməyə çatır və ona da tövsiyəm odur ki, o potensialın çatdığı qədər o şirkətlərdə də işləsinlər, böyük uğurlar qazansınlar və öz adına layiq və şirkətinə layiq təmsil eləsinlər şirkəti. Bəzi dostlarımız da potensialı Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərə çatır. Onlara da tövsiyəm odur ki, özünüzə inanın və siz də xarici şirkətlərdə belə deyək fərqlənin. Adınıza layiq bir yerli işçi kimi özünüzü xarici şirkətdə təmsil eləyin. Təbii ki, bütün bunlar da arasından bir dənə də bəli şans var ki, elə graduate ola-ola, yeni məzun ola-ola siz mümkündür ki, entry level xarici ölkədə özünüzə vakansiya tapıb birbaşa karyeranıza xarici ölkədə başlayasınız. Bu mümkündür, gerçəkdir. Bu 10 il ərzində belə məzunlar çox görmüşəm. Hətta bir gəncin həyəcanı həmişə də hələ də yadımdadır ki, Şalambereci şirkətinə götürülmüşdü. Bakı universitetlərinə məzun olub, intervyuda ona demişdilər ki, biz səni işə götürürük, amma karyeranı Bakıda başlamasa birbaşa biz səni Səudiyyəyə təyin edirik. Səudiyyə Ərəbistanında karyeranı başlayacaq. O da mənə belə həyəcanla yazmış ki, bəzi şokdayam, belə bir şey gözləmirdim. Nə məsləhət görürsünüz? Mən dedim, düşünmə, get. Özünü şirkət səni buna layiq görübsə, deməli ki, sənin o potensialına inanır, sən də inan, özünə etimad elə, alınacaq. Yəni ki, bu dəqiqə Səudiyyə Ərəbistanında o şəxs aparıcı mühəndislərdən biridir. Yəni. Və mənim sizə şəxsən tövsiyəm odur ki, dostlar, birinci çalışın Azərbaycanda, xarici şirkətlərdə karyeranıza başlayasınız, biraz bişəsiniz, bu mühiti görəsiniz, bu düşüncə tərzini, oranın abı havasını udasınız, biraz belə deyək, quzu baladan dönüb canavara çevriləsiniz, qurda çevriləsiniz. Artıq Bakıda o qurd kimi özünüzü hiss elədiyiniz anda keçid eləyəsiniz o xarici ölkəyə. Çünki xarici ölkədə heyətlər demək olar ki, Çempionlar Liqasıdır. Hər ölkədən ən yaxşılar yığılırlar ora və onlarla rəqabət adına da biraz çətin olur. Bir o anlamda deyirəm ki, başlayan kimi karyeranıza birbaşa xaricdə başlamanızı tövsiyə eləmirəm. Mən özüm 4 il bu anı gözləmişəm. Bir il yarım sonra başlamışam xarici ölkələrə getməyə. 4 ilin tamamında isə təmiz keçid eləmişəm karyeramda. Çünki birbaşa dəftər kitabdan çıxıb xarici ölkəyə gələndə sən quzu kimi gəlsən bura və buradakı canavarlar səni yeyərlər, diri-diri yeyərlər. Yəni ona görə də biraz bu neft sektoru belə deyim, nətər deyim, bilmirəm necə bunu dadmaq lazımdır. Çox bicbala bir sektordur. Burada çox şey bilməlisən. Yəni təkcə işi yox, gedişatı, buradakı oyunun qaydalarını çox yaxşı bilməlisiniz. Ümumi sizə deyirəm. Bunun üçün də tövsiyəm odur ki, səbirlə Azərbaycanda hələ bu sektorun içində biraz bişin, ondan sonra keçid edin xarici ölkələrə. Qaldı ki, necə eləyə bilərəm ki, xarici ölkələrdə mən də özümə iş tapım. Birincisi, vətəndə işləyə belə şirkət daxilində görəndə ki, xarici fürsətlər olur, xaricdəki proyektlərə fürsətlər olur. Həmişə rəhbər özünüzü o fürsətləri axtaran işçi kimi göstərin ki, o şans gələndə rəhbər sizi o fürsətə gəlib. Yəni sizin CV-niz təkcə bu adam Bakıda başladı, bu qədər ildə Bakıda işlədi kimi görünməməlidir. Çünki bu xarici şirkətin nümayəndəsini, yəni xaricdəki digər ölkədəki nümayəndə o qədər də cəzb eləmir. Baxır, neyniyib bu? Gəlib Bakıya, neyniyib? 5 ildir Bakıda işləyib. Yəni Bakıda supermen ola bilərsən, amma Bakıdasan, yəni yalnız öz vətənində işləmirsən. Sənin uğurun yalnız öz vətənindəki uğurlarına limitlidir və salam. Amma mənim sizə tövsiyəm odur ki, vətəndə işləyə çalışın ki, ən azı 1-2 proyekti eləmək üçün gedib başqa ölkələrdə o proyekti görüb gələsiniz ki, LinkedIn profilinizdə, CV-nizdə bir neçə ölkədə olduğunuz yox. Bu zaman artıq xarici ölkədəki şirkətlərin maraq dairəsində olacaqsınız. İkinci ən güclü vasitə nə olun dostlar? Sosial media. Siz özünüzü əgər tanıtmasanız, kimsə sizi zəhmət çəkib tanımayacaq. Siz əgər
çok güclü işte ola bilərsiniz. Amma uzaq başda sizi tanıyacaq sizin öz iş yoldaşlarınız, sizin meneceriniz və menecerin meneceri. Dünyanın xəbəri də olmur ki, sizin adda belə gözəl bir işçi var. Bu kimin üzərinə düşür özünü tanıtmaq bu sektorda, iş dünyası sektorunda? Sənin üzərinə düşür dostum. Sən özün, bunun üçün ən güclü vasitə nədir? Sosial media. Ən professional sosial media nədir? LinkedIn. Düzdürmü? Bu bütün kariyeran prosesində artıq tələbəlikdən başlayaraq sən öz fəaliyyətlərini, öz uğurlarını nümayiş etdirən bir şəxsiyyətə sahib olmalısan. Artıq dünyaya göstərməlisən ki, mən uğurlu insanam. Mən yerimdə saymayan, daim inkişafda olan insanam və bütün bu inkişaf prosesini hər bir şeyini dəlillərlə, sübutlarla, tarixçələrlə, şəkillərlə, o andan görünən epizodlarla, o andan alınan sertifikatlarla hamısını sosial mediada nümayiş etdirərək buna nail olmalısan. Əsas güclü vasitələrdən biri budur. Təbii ki, mənim də vaxtımda, biləm indiki vaxtda bəzi insanlar bunu nə bilim, bu özünü göstərmək sayırlar bunu, nə bilim, lovğalıq sayırlar, nə bilim. Dostum, bugünün dünyanın qaydası budur. Yəni, əgər özünü tanıtmasan, kimsə səni tanıtmayacaq. Yəni, onlar elə deyən adamlar elə öz yerlərində də qalırlar, elə bugünə kimi də öz yerlərində qalıblar. Başa sənin üzərinə düşən odur ki, sən öz işçi qüvvəvi satmağı bacarmalısan, bunu göstərməyə bacarmalısan. Yalan odur ki, özü olmayanın 10 qatı kimi göstərsən. Bu yalandır, bəli, və bu rahatlıqla da üzə çıxır. Sən bunu çox, özü içi boş olan insanın rahatlıkla içinin boş olduğu kısa bir zaman aralığıdır. O aralıktan sonra zaten görünür. Ama önemli olan odur ki, sen doğrudan da uğurlu adamsın. Doğrudan sen uğurların varsa, bunda təvazökarlıq eləməməlisən dostum. Rahatlıkla özünü göstərməlisən ki, bax mən bu uğurları qazanmış insanam. Bu zaman artıq xarici şirkətlərin nümayəndələri, o headhunterlər, belə talant axtaranlar, yaxşı iş axtaran insanların diqqətini cəlb edəcəksən sosial media üzərindən. Bura bütün sosial medialara daxil edirəm sözümə və bu zaman artıq görəcəksən ki, səninlə maraqlanırlar. Digər ən güclü vasitələrdən biri dostlar, LinkedIn-də, Facebook-da iş adamları ilə yaxın əlaqələr, kontaktlar qurmaqdır ki, bu da sizi, yolunuzu xarici ölkəyə aparır. Bunun üçün də o insanlardan siz iş istəməməlisiniz. Sizə tövsiyəm odur ki, o insanlarla sadəcə tanışlıq əlaqələri qurmalısınız. Sadəcə deməlisiniz ki, mən bu yolu gedirəm, ta ki 4-cü kursam, mənim də hədəfim budur və onlardan sadəcə tövsiyə istəməlisiniz. Yəni bu yolda mənə nə tövsiyə edə bilərsiniz? Belə, yəni balıq istəməməlisən dostum. Balıq tutmağı öyrətmək istəməlisən ki, mən öyrədim, mən də öz həyatdakı öz balığımı tuta bilim. Belə kontaktlar qura və onlara iş dünyasındakı insanlara da öz varlığınızdan onları da xəbərdarlıq edirsiniz ki, bax mən də varam, mən də bu yola atılmağa hazırlaşıram və bu kimi bugünün iş dünyasında artıq LinkedIn üzərinə qurulmuş tanışlıqlar, referanslar üzərindən bax bu yollarına gedib çıxır bu məsələlər. Qaldı ki, belə o digər qeyri-etik yollar ki, ay nə bilim daydaylıq, ay nə düz qoşu eləmək falan həyatım boyu nə öz karyeramda buna yol verməmişəm, nə də ki, kimsəyə belə bir şərait yaratmamışam, kimsəyə də daydaylıq eləməmişəm. Eyni yolu ən əzizimə də deyirəm, ən tanımadığıma da deyirəm və bu yolu sözü dinləyib də öz həyatında tətbiq edən insanların da bunun faydasını aldığını görmüşəm. Yəni, qısacası bu suala belə verə bilərəm. Ki, siz doğrudan da Bakıda fərqlənən bir işçi olsanız, bəli, rahatlıqla istənilən digər ölkələrdə də öz işinizi mütəxəssis olaraq çalışa bilərsiniz istənilən vəzifədə. Sözümü sonda da bir dənə buna əlavə edeyim. Niyə deyirəm ilk öncədən tələsməyin gəlməyə xaricə? Çünki ilk öncə gələn pul yenə də sizin üçün böyük görsənəcək. Çünki siz bu iş dünyasına təzə atılmısınız. Amma hələ 1-2 illik eksperiyenslə və ya birbaşa məzuniyyət təcrübəsi ilə götürəndə sizi entry level götürəcəklər və verilən pul çox az olacaq. Yəni entry level pulu da elə entry level pulunda olacaq. Mənim sözüm sizə Bakıda biraz puxtələşin, bir 3-4 illik təcrübəyə sahib bir mütəxəssisə çevrilin ki, sizi də götürəndə artıq o 3-4 illik təcrübənin təsiri ilə götürsünlər, ona görə qiymət çizsinlər, ona görə bir dəyər versinlər. Sizə tövsiyəm budur dostlar və bu suala da qısaca belə yekunlaşdıra bilərəm cavabımı.